Həyatım, çayla içməyə heç nəyimiz yoxdur. Gedim tez bazar ballı tort alım gəlim. Hara gelirsən bura gəl, heç yerə getməyə ehtiyac yoxdur. Ballı tortu da evdə özüm hazırlayacağam. İlk olaraq ballı tortumuzu xəmirini hazırlayırıq. 100 qram balı, bir çay qaşığı sodanı və kərə yağını əlavə edib qəşəng bir kütlə halına gətiririk. 4 ədəd yumurta və 1 stəkan şəkər tozunu ağarana kimi qarışdırırıq. Qarışdırdıqdan sonra üzərinə bir paket vanil və ballı qarışımı əlavə edib yenidən qarışdırırıq. 1 stəkan yarım unu da əlavə edib yenidən qarışdırdıqdan sonra 200 dərəcədə əvvəlcədən qızdırmış sobaya bişməyə göndərəcəyik. Bir balaca butulka qatlaşdırılmış süd əlavə edirik. 200 qram da xama əlavə edib mikserini yaxşıca qarışdırırıq. İndi isə tortumuzu qat-qat yığırıq. Dadını çox bəyəndim, çox qəşəng alınıb. Mənim üçün də qəşəngini sadəcə olaraq biraz da saxlasaq daha gözəl olacaq.